Nəzərə almaq lazımdır ki, ümumiyyətlə Mariya Zaxarova diplomatik baxımdan başqa cür də açıqlama versə, yəni tamamilə belə Rusiyanı ifşa etmiş olardı. Ona görə də o yumşaq formada ifadə edir ki, bu tipli hadisələr Ermənistanın daxili işidir. Çünki həqiqətən Qukasena qarşı irəli sürülən ittiham, korrupsiya məsələsi, rüşvətxorluq məsələsi bu qədər ciddidir və erməni əhalisi də kifayət qədər bunu həssas qəbul edir. Ona görə Mariya Zaxarova sözsüz ki, burada bir yumşaq davranmağa məcburdur. Amma eyni zamanda biz tarixən həmişə görmüşük ki, Rusiya bu tipli təlatümlü dövrlərdə belə yumşaq danışmağına baxmayaraq əl altdan öz işini görməyə çalışır və sanki hakimiyyəti bir növ belə sakit buraxmağa cəhd edir. Eyni zamanda biz bilirik ki, Nikol Paşinyanın da Rusiya ilə münasibətlərdə kifayət qədər gərgin münasibətləri. Ona görə də Nikol Paşinyan da həmişə çalışır ki, müəyyən bir balans yaranması göstərisi, yəni belə bir görünüş yaratmağa. Çox da özünə qarşı qaldırmasın, yəni Rusiyanı. Bəli, yəni qıcıqlandırmağa cəhd etmir. Amma o birisi tərəfdən də yəni özü başa düşür ki, Nikol Paşinyanı devrilmək istəyən ilk xarici qüvvə elə Rusiyada bunu Nikol Paşinyan komandası da bilir, bunu Ermənistan əhalisi də bilir və bu baxımdan da Nikol Paşinyanın belə davranması da bu da təbiidir ki, çünki daha da ziddiyyətləri artırmaq, açıq müstəviyə keçirmək də onun heç də maraqlarına xidmət etmir. Çünki Karapetyan kimi böyük oliqarxı artıq o həbs edib, bu böyük belə deyək bir hərəkətə səbəb olacaq bir qüvvənin nümayəndəsi. Çünki onlar artıq bir hərəkət də yaradıblar və bu hərəkat da açıq deyək ki, məsələn, Karapetyanı onlar da baş nazir postuna iddiası kimi qəbul edirlər və eyni zamanda kifayət qədər maliyyə imkanları var Karapetyanın. Ondan görünür ki, heç şübhə də yoxdur, gələcəkdə istifadə olunacaq. Seçkilər prosesində bu mənada, yəni Ruspərəst qüvvələr, həm də ki, dini kəsim də, yəni həmi belə deyək, bir qədər üzdə qanun çərçivəsində davranmağa cəhd edirlər, amma Mursi tərəfdən də artıq mübarizə həddindən artıq belə ciddiləşir, ziddiyyət artır, daxili mübarizə mən düşünürəm ki, kifayət qədər kəsin keçəcək.